Günəş sisteminin daxili planet qrupuna aid olan planetlərdən deyil. Planetlər daxili və xarici qruplara bölünür. Daxili planetlər Günəşə ən yaxın olan 4 planeti Merkuri, Venera, Yer, Mars, xarici planetlər Yupiter, Saturn, Uran, Neptundur. Daxili planetlər burada da deyil deyir. Daxili planetlərdə Yer var, Merkuri var, Venera var, Mars var, Yupiter xarici planetlərdir. Sonra xarici daxili planetlər yenə xarici planetlər Yupiter 1-ə 1, daxili planetlər 2-yə də, 1-ə 1, 2-yə də 4C variantı. 1-ə 1, xarici 2-yə də 4. Neptun, Saturn planetlərinin orbitlər arasında Merkur, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun. Uran gəlir ortada. Yer tipli planetlər qrupu müəyyən edin. Daxili planetlər yer tiplidir. Venera, Merkuri, Venera, bir də Mars. 3, 5, 6, B variantı. Günəş sistemi rəqəmlərə müvafiq gələn planetlər. 1. Merkuridir, ən yaxın. Sonra Venera, Yer, Mars, Yupiter, Saturndur ki, deməli 2 Saturndur. 3-dən sonuncu Neptundur. Cavab C variantı. Günəş ətrafında tam dövrəni daha gec başa vuran. Günəş ətrafında dövrə Günəşdən uzaqlaşdıqca artır. Yəni, bu da Günəşin cazibə qüvvəsinin azalması nəticəsində olur. Bu da ən gec vuran Günəş ətrafında Neptundur. Səthin orta temperaturu daha yüksək olduğu, əlbəttə Günəşə yaxın olanlar daha isti olacaq. Burada da Venera ilə Merkuri ən çox Veneradadır. 3, 4, cavab D variantı. Günəş sistemi planetlərinin öz xəyali ox ətrafında ən sürətli fırlanan Yupiterdir. Ən yavaş fırlanan öz ox ətrafında Veneradır. Bu cədvəl 7-ci sinif kitabında da verilib. 21 martda Günəş hansı enlikdə zenitdə olur? Biz bilirik ki, 21 martda yaz gecə gündüz bərabərliyidir və bu zaman ekvator üzərində 90 dərəcə altına düşür. Bu da zenit vəziyyət deməkdir. Deməli, enlik olaraq 0 enlik A variantı. Boşluqları ardıcılığı doldurun. 21 mart şimalda yazdır. 22 iyun şimalda yaydır. 23 sentyabr payızdır. 22 dekabr isə şimalda qışdır. A variantı. Aşağıda verilən hansılar qış gün dönümü? Qış gün dönümü 22 dekabr. Qış gün dönümü bunu başa düşürük. 22 dekabr deyən kimi də Günəşin zenitdə olduğu enlik. Onu yazırıq 23,5 cənub endarəsi. Yəni, qış gün dönümü deyən kimi bu yada düşür. Bu yada düşən kimi Günəşin zenitdə olduğu enlik 23,5 cənub enliyi başa düşülür. Bunlar mütləq formada yazmaq daha doğrudur ki, məsələdə və yaxud da hər hansı şərtdə daha doğru cavablar tapasın. Cənub qütb arasının qütb gündüzləri. Günəş haradadır? Cənubdadır. Cənubdadırsa, cənub qütb gündüzü ola bilər. Birlər doğrudur. Bir olmayanlar getdi. Avtomatik 3 variant getdi. Günəş şimal tropikində zenitdə olur. Yanlışdır. 2 də doğru deyil. Çünki Günəş cənub tropikində. Deməli, 1, 4, 5. 3-ə baxaq. Cənub yarımkənar qış fəslidir, əksinə yay fəslidir. Şimal qış fəsli başlayır. Bir də cənub tropik zenitdədir. 1, 4, 5 D variantı. Yay gün dönümü hansı coğrafi enlikdə gündüz uzunluğu daha çoxalar? Yay gün dönümündə, deməli, yenə yay gün dönümü deyən kimi ağlımıza gəlir 22 iyun. 22 iyun gələn Günəşin zenitdə olduğu enlik gəlir 23,5 şimal endarəsi. Yəni, bura 23,5 şimal endarəsi. Burada zenitdədir. 90 dərəcə düşür. Zenit. Yəni, bir sözlə, yay gün dönümü sözü ilə 22 iyun tapdıq, şimal tropikini tapdıq və zenit vəziyyətini tapdıq. Gündüz uzunluğu daha çox olar. Gündüz uzunluğu biz bilirik ki, qütbə doğru getdikcə artır. Yəni, qütbə daha yaxın. 66,5-də bir gün olur, qütb gündüzü. Və ondan yuxarı getdikcə gündüzlərin uzunluğu artır. Burada da qütbə yaxın, ən yaxın olan 56 şimal endarəsi. 22 iyunda ən uzun gecələrin müşahidə olunduğu məntəqələr. Yenə 22 iyun deyən kimi
Yay gün dönümü. Yay gün dönümü. Bunu deyən kimi 22 iyunda günəş də hardadır? 23,5 şimal tərəsi. Bunları mütləq yazmalıyıq. Deməli, ən uzun gecələrin, ən uzun gecə deyirsə, günəş 22 gün deyirsə, günəş şimaldadır. Ən uzun gecələrdə biz cənub yarımkəsini axtaracağıq. Cənubda axtaracağıq. Ən uzunlar isə M var. M ilə K ola bilməz. A, B ola bilməz. C ola bilməz. D, çünki şimal yarım. D, C bu olacaq. Yəqin ki, K ola bilməz. B, cavab C variantı. Qütb və mülayim işıqlanma qurşağını ayıran sərhəd. İşıqlanma qurşaqları, deməli, tropiklər arası 23,5. 23,5. Bunlar arası tropikdir. Sonra mülayim başlayır 66,5-ə qədər şimal. Yəni bu aralıq mülayimdir. 66,5-ə 90-a kimi də qütbdür. Nə deyir? Qütb və mülayim işıqlanma qurşağı. Qütblə mülayim 66,5 ilə deməli, bunların ayıran sərhəd qütb dairələri. Cavab B variantı.